Qafqazın o əzəmətli dağları, o dərin dərələri arasında bir vaxtlar, bilirsiniz, çox güclü bir dövlət olub. Adı Albaniya. Düşünün, bir tərəfdə Roma, o biri tərəfdə Sasanilər kimi nəhəng imperiyalar. Albaniya isə düz ortada özünə yer tutmuşdu. Yaxşı, bəs bu krallıq kimidir əslində? Onların hekayəsi bizə bugün nə deyir? Gəlin, elə indi birlikdə Qafqaz Albaniyasının o maraqlı dünyasına baş vuraq. Yaxşı, bugünkü söhbətimizdə nələrə baxacağıq? Deməli, əvvəlcə Albaniyanın necə yarandığını və hansı əraziləri əhatə etdiyini öyrənəcəyik. Sonra onların həyat tərzinə, təsərrüfatına toxunacağıq. Görək yadellilərə qarşı necə mübarizə aparıblar, o zəngin mədəniyyətləri nələrdən ibarət olub və sonda Sasanilar dövründə Albaniyanın taleyinin necə dəyişdiyinə nəzər salacağıq. Beləliklə, ilk mövzumuz hər şey bilirsiniz. Coğrafiyadan başlayır. Bir dövlətin hekayəsi onun torpağı ilə yazılır. Albaniyanın da məhz harada yerləşməsi onun həm o böyük gücünün, həm də təəssüf ki, üzləşdiyi o sonsuz təhdidlərin əsas səbəbi idi. Albaniyanın ərazisi təsəvvür edin nə qədər geniş olub. Söhbət təkcə müasir Azərbaycan Respublikasından getmir. Bugünkü Ermənistanın bir hissəsi, yəni Qərbi Azərbaycan, Dağıstanın cənubu, hətta Gürcüstanın Alazan vadisi də bura daxil idi. Bax, bu qədər geniş bir coğrafiya, eyni zamanda onlarla fərqli tayfanın da vətəni demək idi. Bu da əlbəttə dövlətin həm gücünü artırırdı, həm də daxili dinamikasını müəyyən edirdi. Hətta qədim Yunan tarixçisi Strabon da bunu təsdiqləyir. Yazırdı ki, Kür çayı Duz Albaniyanın içindən axıb dənizə dökülür. Kaspiyana vilayəti də Albaniyanın bir hissəsidir. Hətta düşünün, Albanların təsiri o qədər güclü olub ki, bəzi mənbələrdə Xəzər dənizinə Alban dənizi adlandırıblar. İnanılmazdır, deyilmi? Bax, bu qədər geniş torpaqların bir ürəyi var idi. O ürək isə Qəbələ şəhəri idi. Vaz ilə əsrə qədər bura həm hökmdarların iqamətgahı, həm də dövlətin inzibati mərkəzi olub. Yəni, bir sözlə, Qəbələ Albaniyanın gücünün əsl simvoluydu. Yaxşı, bəs bu qədər geniş, bu qədər bərəkətli torpaqlarda yaşayan insanlar necə dolanırdı? Gündəlik həyatları necə keçirdi? Gəlin indi də Albaniyanın iqtisadiyyatına, yəni təsərrüfatına bir nəzər salaq. Deməli, Albaniya iqtisadiyyatı deyə bilərik ki, 3 əsas sütun üzərində qurulmuşdu. Birincisi, o geniş otlaqlarda bəslənən saysız-hesabsız mal-qara sürüləri. İkincisi, atçılıq. Atlar təkcə müharibə üçün deyildi, həm də gündəlik həyatda çox vacib idi. Və üçüncüsü, əlbəttə ki, Xəzər dənizi və balıqçılıq. Xüsusilə də Kaspi tayfaları bu işin ustası idilər. Onlar balığı emal edib, yağ, yapışqan kimi məhsullar hazırlayıb, başqa yerlərə də satırdılar. Amma bilirsiniz, belə bir strateji mövqe, belə bir zənginlik, həm də bir lənət kimi bir şeydir. Çünki Albaniya özünü iki nəhəng divin arasında tapmışdı. Qərbdə Roma imperiyası, şərqdə isə əvvəl Parfiya, sonra da Sasanilər. Bax, bu coğrafi mövqe əsrlər boyu davam edəcək amansız bir mübarizənin də başlanğıcı deməkdir. Yaxşı, bir sual yaranır. Dünyanın o vaxtki super gücü olan Romanın bu uzaq Qafqazda nə işi var idi? Yəni, Pompey kimi məşhur bir sərkərdə nə üçün öz legionlarını məhz bura göndərirdi? Səbəb nə idi? Cavab əslində ticarətdə idi. Düşünün, Hindistandan gələn o qiymətli ədviyyatlar, ipəklər, bütün bu mallar Qara dəniz sahillərinə, oradan da Romaya daşınırdı. Və bu həyati ticarət yolu məhz Albaniyanın ərazisindən keçirdi. Bu yola kim nəzarət edirdisə, o dövrün qlobal iqtisadiyyatına da o nəzarət edirdi. Bu qədər sadə. Və bu mübarizə həqiqətən də uzun və çox çətin oldu. Baxın, eramızdan əvvəl 66-cı ildə Pompey ilk dəfə yürüş etdi. Cəmi bir il sonra 65-ci ildə Kür çayı sahilində şiddətli bir döyüş baş verdi. Sonra 30 il keçdi, bu dəfə eramızdan əvvəl 36-cı ildə sərkərdə Antoni yeni bir yürüşə başladı. Elə bil bu bəs deyilmiş, eramızın 72-74-cü illərində bu dəfə də şimaldan alan tayfaları basqınlar etdi. Yəni, bir əsrdən çox davam edən fasiləsiz bir müharibə vəziyyəti idi. Amma bütün bu daimi müharibələrə, bu bitməyən xarici təzyiqlərə baxmayaraq, çox maraqlıdır ki, Albanlar öz kimliklərini qoruya bildilər. Onların mübarizəsi təkcə qılıncla, qalxanla döyüş meydanında getmirdi. Onlar həm də özünə məxsus zəngin bir mədəniyyət yaradaraq mübarizə aparırlar. Yaxşı, bəs biz bu mədəniyyət haqqında haradan bilirik? Cavab torpağın altındadır. Qəbələdə, Şamaxıda, Mingəçevirdə, bu kimi qədim yerlərdə aparılan arxeoloji qazıntılar sayəsində Alban mədəniyyətinin sirləri bizə açılır. Həqiqətən də, torpağın altından çıxan hər bir əşya sanki bizə onların həyatı haqqında yeni bir hekayə danışır. Məsələn, baxın bu saxsı qablara. O zərif naxışlar, o işləmə,
bu Alban sənətkarlığının nə qədər yüksək səviyyədə olduğunu açıq-aydın göstərir. Bu sadəcə gündəlik istifadə üçün bir qab deyil, bu həm də onların incə zövqünün, texnoloji bacarıqlarının bir sübutudur. Lakin bilirsiniz, tarix səhnəsi boş qalmır. Qərbdən Roma təzyiqi bir qədər azalsa da, bu dəfə şərqdən yeni və daha təhlükəli bir güc yüksəlirdi. Sasanilər imperiyası. Və bu yeni qonşu təəssüf ki, Albaniyanın müstəqillik hekayəsinin son fəslini yazacaqdı. Bu böyük dəyişikliyin ilk siqnalı eramızın 1-ci əsrində hakimiyyətə Parfiya ilə qohum olan Arşakilər sülaləsinin gəlməsi oldu. Bu nə deməkdir? Bu o deməkdir ki, Albaniyanın siyasi istiqaməti artıq yavaş-yavaş Romadan uzaqlaşıb şərqə, yəni Parfiya və Sasanilərə doğru yönəlməyə başlayırdı. Amma Albanlar öz müstəqilliyini elə asanlıqla təslim etmədilər. Heç də. 462-ci ildə Sasanilərə qarşı çox böyük bir üsyan başladı. Bu üsyan o qədər güclü oldu ki, nəticədə 488-ci ildə dövlətçilik qısa bir müddətə də olsa bərpa edildi. Ancaq bu son cəhd idi. Artıq 510-cu ildən başlayaraq Albaniya birbaşa Sasani canişinləri, yəni Mərzbanlar tərəfindən idarə olunmağa başlandı. Beləcə, müstəqil Albaniya dövləti tarix səhnəsindən silindi. Və beləliklə Albaniyanın hekayəsinə baxanda görürük ki, bu sadəcə qədim bir dövlətin yaranıb süqut etməsi deyil. Yox, bu daha dərin bir hekayədir. Bu nəhəng imperiyaların kölgəsində öz kimliyini, öz mədəniyyətini, öz varlığını qorumağa çalışan bir xalqın hekayəsidir. Bax, bu mübarizə, bu müqavimət ruhu, sizcə də minilliklər keçsə belə öz aktuallığını itirmir və bugünkü dünyamızda da dərin bir əks-səda verməyə davam etmirmi?